Tamaşaçılar, hər birinizi salamlayırıq. Bugünkü verilişimizdə Azərbaycan poeziyasının və mədəniyyətinin zərif gücünü təmsil edən bir qonağımız var. O, şair, publisist, ictimai xadim və milli mədəni irsimizin qorunmasına böyük töhfələr verən Güllü Eldar Tomarlıdır. Hoş gəlmişsiniz Güllü xanım. Hoş gördük. Sizi poeziyada və ictimai fəaliyyətinizdən tanıyırıq. Bəs siz özünüzü tamaşaçılarımıza necə təqdim etmək istərdiniz? Tamaşaçıları salamlayıram. Sizə təşəkkür edirəm, məni dəvət etmişsiniz bu gözəl verilişinizə. Tamaşaçılara Güllü belə. Bu qədər. Onda Güllü xanım, şeirinizdə saz, xalq ruhu, bu kimi motivlər xüsusi yer tutur. Bu sizin öz şəxsi seçiminizdir, yoxsa təbii axardır? Əslində mən Gürcüstanın Rustavi şəhərində doğulmuşam, böyümüşəm. Orada yaşamışam demək olar ki, bir ömür. Hardasa bir 15 ildir biz həyat şəraitimizlə, ailə vəziyyətlə əlaqədar Bakıya köçmüşük. Mən böyüdüyüm mühit saz söz ahətəsində olubdu. Atam saza bağlı bir insan olubdu. Dostları, aşıqlar olubdu. Evimizə ozanlar gəlib, yazanlar gəlib, şairlər gəlib. Məktəbdə ədəbiyyat müəllimim çox gözəl tədris edib ədəbiyyat fənnini elə onun dilindən, onun o gözəl şeir deməyindən, hekayələri danışmağından, dərsi söyləməyindən sevmişəm. Hələ 14 yaşım olardı, yadımdadır ki, rəhmətli Mustafa müəllim deyərdi ki, mən dincəlmək istəyirəm. Uşaqlar da gülərdilər ki, necə yəni dincəlmək istəyirəm? Yəni Güllü şeir desin, mən onda dincəlirəm və mən çıxırdım Aşıq Ələsgərin şeirlərini o vaxtdan, Mirvarid Dilbazın şeirlərini əzbərdən söyləyirdim. Bizdə kitablar var idi. Atam poeziya vurğunuydu. Gürcüstanın Tiflis şəhərində Azərbaycan dilində Gürcüstan qəzeti nəşr olunurdu. Tez-tez mən o nəşriyyatda olurdum. Orada bizim yazarların birləşdiyi bir məkan idi. Bölgələrdən gəlirdilər. Azərbaycanlıların kompakt yaşadığı bölgələr var idi. Biz orada birləşirdik. Ona görə də elə bir mənim mühit yetişdirdim. Yəqin ki, kökə bağlılıq da var. Köküm Qazağın İncədərəsinin Kəmərli kəndindəndir. Yayda da gedərdi ora. Orada da ki, elə hər evdə saz var. Hər evdə hamı şeir dilində danışır, hamı saz dilində danışır. Mənə elə gəlir ki, bu mühit də yetişdirir insanı. Bəlkə də kökdən də gəlir. Bizim o nəslimizdə saz ifa edənlər olubdur. Abdullah Tomarov var, çox gözəl saz ifaçısı olubdur. Düzdür, mən saz ifa edə bilmədim. Ancaq çox gözəl dinləyicisiyəm. Havaları düzgün duyuram. Hansı hava çalınanda bilirəm ki, bu incəgilidir, bu heyva gülüdür, bu dilgəmidir, bu ruhanidir. Bütün havaların hamısını çox gözəl duyuram, dinləyirəm. Ruhum mənim sazdır, ruhum mənim sözdür, ruhum mənim eldir, obadır, xalqdır, haqdır, ədalətdir. Harda yaxşılıq var, harda dürüstlük var, harda saflıq var, həmişə ora yönlüyəm. Hardasa mən gördüm ki, bir yerdə saxtakarlıq var, hardasa bir həqiqət yoxdur, ədalət yoxdur. Mən o yerdə sakitcə aralanıram. Saz, şeir, söz demişkən, sizin şeirlərinizin birində Türkün öz Osmanı Borçalıdadır deyə bir misra var. Bəli. Bu misrada əslində sizin Borçalıya qarşı həssaslığınız, istəyiniz, arzunuz yer alır. Ümumiyyətlə, bu vaxt istəyərdim biraz danışasınız. Deməli, mənim əzizim, mən Gürcüstanda doğulmuşam, böyümüşəm. Bəzən Qazaq deyir ki, Güllü Qazaxdandır. Gürcüstanlılar da deyir ki, Güllü Gürcüstandandır. Mən orada yazmışam ki, mən orada göz açdım, hər yanı gördüm. Sandım ki, bir qoca dünyanı gördüm. Məndən inciməsin qoy incədərəm, dərdimin dərmanı Borçalıdadır. Türkün öz Osmanı Borçalıdadır. Dərviş Osman Əhmədoğlu Türk ruhlu, Azərbaycançılıq ideyalarına söykənən, onu təbliğ edən bir şəxsiyyət olub, çox da gözəl şair olubdur. Ona görə də mən onu orada qeyd eləmişəm ki, elə Borçalı da bizim ulu Türk yurdudur. Yəni bizim xalqımızın Borçalısı var, Təbrizi var, Dərbəndi var. Bunları unutmamalıyıq.
O şeiri nəsə mən elə ora bağlılığından yazmışam. Burada deyirəm ki, mən orada göz açdım, hər yanı gördüm. Sandım ki, bir qoca dünyanı gördüm. Şair dünyamalı Alxanı gördüm. Türkün öz Osmanı Borçalıdadır. O yerdə bir qoşa pöhrəm yaşayır, öz barım yaşayır, bəhrəm yaşayır, nurlanəm yaşayır, zöhrəm yaşayır, ömrün nur bostanı Borçalıdadır. Sözünə bağlandım, sazını sevdim, ruhumun sığalı yazını sevdim, adını, dadını, özünü sevdim, güllünün imanı Borçalıdadır, dərdimin dərmanı Borçalıdadır. Borçalı mənim üçün çox əzizdir, mənim orada 2 balam yaşayır və şeirlərimin birində də yazmışam ki, bilmirəm hansının qadasını alım, oraya mı dönüm, burada mı qalım? Mənim evlatlarımın ikisi Gürcüstanda yaşayır, elə ikisi də buradadır. Ona görə də o qədər çətindir ki, ona görə də orada yazmışam ki, bilmirəm hansının qadasını alım, oraya mı dönüm, burada mı qalım? Ancaq elə bir yol ayrıcında qalanda sanki Allahdan imdad diləyirsən ki, haraya qalım? Ancaq elə qalacaq yerim deyəsən sona qədər bura olacaqdır. Borçalı yox, Borçalıdan artıq keçmişəm bura, balalarım Borçalıdır, yəni Azərbaycan. Siz həm də ki, Mirvarid Dilbazi adına ictimai birliyin sədrisiniz. Ümumiyyətlə bu birliyin yaradılma səbəbi nə oldu? Məqsəd nə idi? Hansı boşluğu gördünüz ki, bu birliyi yaratmağa ehtiyac duydunuz? Çox gözəl sual verdiniz, ürəyimdən xəbər verdiniz. O hansı məqama toxundunuz, o boşluq dediniz nə? Həqiqətən o boşluğu mən görmüşdüm. Nədən görmüşdüm? Bizim yaxşılarımız, bizim aqillərimiz, bizim aydınlarımız, klassiklərimiz, ulularımız təbliğ olunduqca təbliğ olunmalıdır ki, gələcək nəsillərə, bu nəsillərə çatsın. Mən Bakıya gələndə Azərbaycan ilk qadın xalq şairi Mirvarid Dilbazinin kitablarının axtarışında oldum. Mağazalara, kitab mağazalarına müraciət elədim və heç bir yerdə Mirvarid Dilbazinin kitabı satışda olmadı və kitabxanalara müraciət elədim. Oradan 1-2 kitab əldə elədim. Ulu Öndərin 85 illiyində araya ərsəyə gələn bir kitab idi. Bir də ki 100 illiyində Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu kitabda seçilmiş əsərləri yer almışdı. Kitabxanada olan latın qrafikasından bu kitablarda. Başqa kitablar yox idi. Doğrusu bu məni çox ağrıtdı ki, yəni Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi 88 il ömür yaşayıbdır. Demək olar ki, 70 ili yaradıcılıq yoludur. Zəngin yaradıcılığı var. Hər sahədə yazır, çox şaxəli yaradıcılığı var. Təsəvvür edin, uşaq şeirləri yazır, vətənpərvərlik mövzusunda yazır, sevgi mövzusunda yazır. Hər mövzuda Mirvarid Dilbazinin şeirləri var. Ancaq niyə bu qədər kitab azdır, yoxdur, təbliğ olunmur? Ona görə də düşündüm ki, bir Mirvarid Dilbazi poeziya məclisi yaradım, poeziya sevərləri bir araya gətirim, özümün içində olan o istək güllənsin, gül açsın, çiçək açsın və mən də bu yolda elə həm özümü, həm də yanımda poeziya sevərləri görüm və yaxşı ki yaratdım və yaxşı ki zamanında yaratdım ki, mən tədbirlər keçirəndə Mirvarid Dilbazi haqqında danışanları görürəm və o danışanlar Mirvarid Dilbazi tanıyanlardır. Siz inanırsınız, mən Mirvarid Dilbazini şəxsən görməmişəm. Uzaqdan uzağa tanımışam, uzaqdan uzağa sevmişəm və hərdən düşünürəm ki, günəşi, ayı yaxından seyr etmək mümkün deyil. Uzaqdan seyr edirsən və görürsən günəş öz nurunu insanlara bərqərar paylayır. Yəni orada heç bir seçkilik yoxdur. Ay da öz aydınlığını, elə hamı baxır ayı görür, ay da yuxarıdan aydınlığını bizə paylayır və Mirvarid Dilbazi mən o aya, o günəşə bənzətmişəm. Uzaq da olsa mənim üçün elə bil ki, əl çatmaz olduğu qədər də şeirlərim də mənə o qədər yaxındır. Mirvarid Dilbazinin şeiri bu günümüzün dilidir. Dilimizin özəlliyidir, dilimizin gözəlliyidir, ana laylasıdır, vətən eşqidir, ruhdur. Mən bacardıqca, siz inanırsınız, mən Mirvarid Dilbazi yaradıcılığına yaxınlaşdıqca sanki öz yaradıcılığımdan uzaqlaşıram. Nə mənada uzaqlaşıram? Yazıram. Öz yaradıcılığımı da həmişə sərgiləyirəm. Ancaq daha çox istəyirəm Mirvarid Dilbazi yaradıcılığı nənə ağ bir şəh nəsiyyətidir. Ana sözüdür,
Azərbaycan qızının Azərbaycan qızlarına bir öyüd nəsihətidir. Siz inanırsınız, onun bir şeiri var. Mən onu həmişə hər yerdə deyirəm. Elə bir Dədə Qorqud xeyir duası kimi bir duadır millətə. Yazır ki, Azərbaycan, çıraqların gür yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətin. Həqiqətə ölüm yoxdur millətin. Üzərindən qara yellər əsməsin. Ana yurdum Azərbaycan illəri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Şairəm, oduludur qəlbində qanım, oduludur ürəyim, eşqim, hicranım. Ey mənim bəzəkli Azərbaycanım, sənə qurban olsun mənim bu canım. Baxın, görün nə gözəl axıcı, sadə dillə xeyir dua veririk. Bir insana vermirik xeyir duanı, Azərbaycana verir. Türk dünyasının ayrılmaz bir parçası olan Azərbaycana, xalqa, millətə dediyi bu 4 bəndli şeirdə bir ana laylası, ana duası var. Bu da Mirvarid Dilbazi. Mirvarid Dilbazi çox nigaran köçdü. Torpaqlarımız işğal altındaydı və o şeirlərində yazırdı ki, 80-90 bir gün yoxsan, mən üç nəslin nənəsiyəm, bugün sabah gedəsiyəm. Amma getmək istəməzdim. Ürəyimdə bir dərd yara, yarəm, mənim millətimin son zəfər gününə qədər ömrümə ömür cala, son zəfər şeirimi yazım, intizarsız çıxım yola. Bugün Mirvarid Dilbazi ruhu şaddır. 44 günlük vətən müharibəsində dövlətimizin, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, şanlı ordumuzun qüdrəti ilə, xalqımızın o əli bir, dili bir olmağı ilə biz düşmənə qalib gəldik, torpaqlarımızı azad etdik və o Mirvarid Dilbazi yaza bilmədiyi zəfər dastanını Azərbaycanın o qeyrətli oğulları öz qanları ilə yazdılar və dünyaya sərgilədilər ki, bizim xalqın qanı qeyrətlə yoğrulubdur və o qeyrəti, qüruru millətə çatdırdılar. Ona görə də Mirvarid Dilbaziyə mən həmişə deyirəm ki, Azərbaycan nənəsidir, Azərbaycan anasıdır, Azərbaycan qızıdır. Mirvarid Dilbazi bir şair kimi, müqəddəs ana kimi, vətənpərvər bir vətən qızı kimi xalqın yaddaşında, ürəyində əbədi yaşayacaq. Ona görə ki, onun şeirləri nə qədər təbliğ olunsa, o qədər yaxşıdır və hətta deyirəm ki, mənim əzizim, bizim Azərbaycan xanımlarının gələcəyə bir gözəl Azərbaycan xanımı yetişməsi üçün Mirvarid Dilbazi yaradıcılığını, Əziz Cəfərzadə yaradıcılığını oxumaqları, onların həyatlarından örnək dərs almağı vallahi billahi kifayətdir. Və siz Mirvarid Dilbazinin yaradıcılığında öz həyatınız üçün nələr götürdünüz? Nələr sizin üçün öyüd nəsihət oldu? Mirvarid Dilbazinin hər şeiri mənim üçün bir örnəkdir, bir nəsihətdir. Sadəliyi. Onun bir şeiri var, o şeir elə hamısını deyir. Elə mən o şeiri oxuyandan sonra elə istərəm elə o şeirdə kim qalım. Deyir ki, məni fikirli görsən, demək ki, bir qəmim var. Mən vəcd aləmindəyəm, sükutuma toxunma. Əynimi sadə görsən, demək asaddır əlim. Mənim başqa geyimim, bəzəyim var gözəlim. Süfrəmi sadə görsən, utanma nemətlərin azından çoxluğundan. Sənin nə xəbərin var qələm sahiblərinin mənəvi toxluğundan. İndi bizim qızlarımız o qədər bəzənirlər ki, həddindən artıq. Ancaq Mirvarid Dilbazi yaradıcılığında sadəlik var. Yəni bu bəzənmək, bu düzənmək gözəldir. Səliqədir, səhmandır, yaraşıqdır. Ancaq ki, yerində olanda daha gözəl olar. Ayrıca süfrələrimizdə artıq baxırsan ki, həddini aşıblar, çox israfçılığa yol verirlər. Bu bizim milli adətlərimizdir, mədəniyyətimizdir, adət-ənənəmizdir, toyumuzda,
Vayımız da, xeyrimiz də, şərimiz də. Bax, biz orada adətlərimizi qorumalıyıq. Elə Mirvarid Dilbazi yaradıldı. Bunların hamısı görünür. Mirvarid Dilbazi rəhmətə gedəndə Ulu Öndər zəng edib ki, ailəsinə Fəxri Xiyabanda dəfn olunsun. Ancaq Mirvarid Dilbazi vəsiyyət edibmiş ki, mən anamdan ayrı dura bilmərəm. Məni anamın ayağının altında dəfn edin. Elə Mirvarid Dilbazi anasının uyuduğu məzarın yanında dəfn olunubdur. Sadə bir məzardaşı, heç şəkli də yoxdur. Yalnız Mirvarid Dilbazi doğulduğu tarix və dünyadan köçdüyü tarix. Elə bu da bir mesaj verir gələcəyə. Bizim o məzardaşlarımız bahalı, ailələr əziyyət çəkir. Bu da bizim bugünkü aktual mövzudur, problemdir. Bunu da demək lazımdır. Elə toylarımızda nə qədər israfçılıq olur. Yəni bütövlükdə Mirvarid Dilbazi bax o dəfninlə, anasının yanında sadə bir qəbristanlıqda dəfn olmağınla da orada yüksək insanlıq, zəngin mənəviyyat sərgiləyir. Yəni Mirvarid Dilbazinin elə özünün duruşu, Mirvarid Dilbazinin özünün baxışı, Mirvarid Dilbazinin özünün sadəliyi, o başının yaylığı elə əsl Azərbaycan xanımının timsalıdır, tərənnümüdür. Ulu Öndər Mirvarid Dilbazi haqqında yazmışdı ki, Mirvarid Dilbazi Azərbaycan xanımlarının ən parlaq, ən gözəl nümunəsidir. Mirvarid Dilbazinin bəs ailə üzvləri ilə münasibətiniz var? Onlar bu fəaliyyəti necə dəyərləndirirlər? Mirvarid Dilbazinin bir qızı var, Xatirə Dilbazi. Mən ona təşəkkürümü bildirirəm. Sonsuz təşəkkürümü bildirirəm. Mirvarid Dilbazi yazırdı ki, heç bilmirəm bu yol harda bitəcək. Harda yolum tapdanacaq, itəcək. Qəbrim üstə gül ya tikan bitəcək. Xalqım məni rəhmətlə manacaq, ya sönəcək, yandırdığım bu ocaq. Mirvarid Dilbazinin qızı onun öz çırağını gör yandırır. Bu təşkilatı yaradanda mənə dəstək oldu. Mirvarid Dilbazinin qızı əgər razı olmasaydı, bu təşkilat yaradıla bilməzdi. Və ona görə də mən nə qədər təşkilat fəaliyyətdədir, nə qədər canımda can var, nə qədər ömrüm var. Mən ona minnətdarım. Görüşlərimiz olur, tez-tez görüşürük, tədbirlərimizdə iştirak edir. Anası haqqında xatirələrini bölüşür. Ömrünün müdrik çağını yaşayır. Onun da gözəl xatirələri var. Deyir ki, mən işdən gələndə anam qapını biraz gec açırdı. Deyirdim ki, qapını niyə gec açırsan? Deyirdi ki, ay bala, çatarsan mənim yaşıma, bilərsən qapını niyə gec açıram? Deyir, indi nəvəm qapını döyür. Eyni sözü nəvəm mənə deyəndə deyirəm, ey anam, necə düz deyirmişsən. Belə Mirvarid Dilbazi də yazırdı ki, Tanrıdan bir oğul istədim, Tanrı mənə min qeyrətli oğul verdi. Və Mirvarid Dilbazi xalqına bağlı olur, insanlara bağlı olur, insanlığa bağlı olur. Mirvarid Dilbazi harda qeyrətli vətən oğlu görübdür, onu öz oğlu bilibdir. Mirvarid Dilbazinin özünün də qardaşı yoxdur. Deyir ki, mən doğulanda gözləyirmişlər ki, oğlan olsun. Mən də gəlib qız olmuşam. Ancaq atam gedib bir qoç qurbanı alıb və qurban kəsibdir ki, bəlkə bu qız gələcəyin dahi birisi olacaqdır və elə də oldu. 2 bacı olublar. Anaları bunları oxuyorduk ki, onun kitabı var, Bənövşələr üstə göz yaşları kitabı. Orada yazıldı ki, anası rəhmətli ki, mənim qızlarımın ataları yoxdur, qardaşları yoxdur. Mirvarid Dilbazinin atası gənc rəhmətə gedibdir. Mirvarid Dilbazi çox körpəymiş. Ona görə də onlar öz savadlarıyla özlərinə sahiblik eləməlidir. Əlbəttə ki, bu da bir düşüncəli ana fikridir. Elə də qızların arxasında durubdur. Onun da gözəl bir bacısı olub, Yaqut Dilbazi, Məhəbbət Qocalmır. O da yazıcı olub, onun da kitabı var. Bu Mirvarid Dilbazi adlı ictimai birlik neçə ildə artıq fəaliyyətdədir? Deməli, Mirvarid Dilbazi Poeziya Məclisi hardasa 2018-ci ildə yaratdım. Çox böyük həyəcan keçirdim. Çox böyük yol idi, çətin yol idi. Öz-özümə sual verirdim ki, bu yolda bacaracağammı? Başlanğıc çətin oldu. 15 nəfər sağ olsun Mirvarid sevərlər yığıldıq və
Nizami mərkəzləşdirilmiş kitabxana sistemində təqdimat keçirdik. Məzarını ziyarət etdik və hər il onun anım günündə, onun doğum günü məzarına ziyarət edirik. Sonra çalışdıq, özümüzdə bir güc, qüvvə tapdıq. Bəlkə də bu da bir Allahın işidir. Allah güc verir, Allah böyükdür. Sonra da tədbirlər keçirdik. Mirvarid Dilbazi poeziyasını təbliğ etdik. Sonra da ki dövlətimiz sağ olsun rəsmiləşdirdi və qeydiyyatdan keçdik. QHT Agentliyində də Mirvarid Dilbazi Poeziya Məclisi olaraq ilk dəfə Mirvarid Dilbazinin 110 illiyini Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi layihəsi çərçivəsində tədbirlər keçirdik. Sonra da elə bu təşkilatımızın nəzdində milli mənəvi dəyərlərimizi təbliğ etdik. Siz demiş, çox xoşum gəldi o saldan. Və bu Mirvarid Dilbazi Poeziya Məclisinin nəzdində də yenə nəsə yaratmağı düşündüm ki, bu boşluq var. O xanımlar artıq bu milli dəyərlərimizdən uzaqlaşdırıblar. Azərbaycan xanımlarının xanımlığını təsdiq edən bir vəsiqə deyərdim, bir milli kimlik deyərdim. Bu Kəlağayımızdır bizim. Ondan artıq uzaqlaşmışdıq, uzaq düşmüşdük. Və bu da elə bir məqam idi ki, biz nənələrimizdə görmüşdük bu Kəlağayını. Ancaq ki, bugünkü nəsil əgər nənədə görməsə, artıq burada bağ qırılır. Ona görə biz ötürücülərik və biz bunu da zamanında yarada bildik, Kəlağayımızı yaratdıq. Və bizim qonaqlarımız çox olur. Özbəkistandan muzeyə qonaqlarımız gəlir. Gün TV-nin rəhbəri Mehriban xanıma təşəkkür edirəm. O da bizim qonağımız olub. Nənəsinin Zəkiyə naxışlı şalını bizim muzeyə hədiyyə verib. Əslində verənlər çoxdur. Nə mənə də Mehriban xanımı deyirəm. Mehriban xanım mənə doğma bir insandır. Və muzey də bugün fəaliyyətdədir. Kəlağayı festivalları keçirdi. İlk Kəlağayı festivalı keçirdi rəsmi, hansı ki prezident administrasiyasının göstərişindən. Layihə çərçivəsində tədbirlərimiz oldu. Milli dəyərlərimiz də çox vacibdir. Poeziya qədər milli dəyərlərimiz vacibdir. Bugün bizim kəmərbəstə qızlarımıza, bəynişan oğlanlarımıza toy düyünlər olur. Əvvəllər bizim o nişanda, toylarda həmin o Azərbaycan qızlarına Kəlağaylar hədiyyə olunurdu. O adət də artıq itmişdi. İndi bərpa olunubdur. Bu toyda, nişanda Azərbaycan qızlarına, Azərbaycan oğlanlarına toy nişan qismət olsun, Allahdan arzulayıram. Allah şəhidlərimizə də rəhmət eləsin ki, onların bir ömründə, hər şəhidin ömründə min oğullarımızın, qızlarımızın bax belə toy düyünləri olacaq. Ona görə də həmişə biz onlara sayğı duruşundayıq. Hər zaman da o şad günlərimizdə də, ağ günlərimizdə də onları ehtiramla anırıq və dünya durduqca da anacağıq. Yəni Kəlağaya qayıdış özümüzə qayıdışdır. Kəlağayıya qayıdış tariximizi yaşatmaqdır. Kəlağayı bizim həm milliliyimizdir, həm də ki yaraşığımızdır. Bax, nə qədər çirkin bir qadın olsun, əslində çirkin qadın yoxdur, baxımsız qadınlar var. Bax, bu Kəlağayını örtsün, gözəlliyi vallah birə min artır. Daha əzəmətli görünür, daha gözəl görünür. Səadət Futanın bir şeiri var, deyir, örtsə cavanlaşar, qarı Kəlağay. Görün, təsəvvür edin. Yəni, bu milli dəyərlərimizdən uzaq düşməməliyik. Ulu nənələrimizin ruhunu bacardıqca sevindirdik və son dönəmdə fikirləşdik ki, bizim bu 44 günlük zəfərimiz ki, dünyaya belə bir hayla, harı ilə, eşqlə, bir səda kimi yayıldı, sərgiləndi. Bu bizim qəhrəman oğulların sayəsində idi. Papaq başlarına qoymağa kişilər çəkinirdi ki, Qarabağ əldən gedir, biz papağı başımıza necə qoyaq? Mədəd Məhbud yazır ki, bu millətin torpağıdır Qarabağ, bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ, bu millətin papağını qaytarın. Şairin düşüncəsində Qarabağ papağa barabardır. Papağımız əldən getmişdi bizim. Bax, o papağı indi bizim şəhidlərimiz bizə haqq verib, ixtiyar verib ki, Azərbaycan kişiləri o milli papağı başlarında gəzdirsinlər. Və o düşüncə ilə mən milli başörtükləri və geyimləri layihəsi çərçivəsində qrant müsabiqəsinin QHT Agentliyində qalib oldum və papaqlarımız da çox gözəl təbliğ etdik, çox sevgi ilə qarşılandı. Papaqlar da növbəni ördü, Buxara papaq, çoban papağı, Qaragül papağı, Novruz bayramında belə qəribə papaqlar var onlar. Yəni bunların hamısını biz gələcək nəsillərə tanıtmalıyıq.
və göstərməliyik ki, bizim ulu babalarımızın geyimləri necə olub, ulu nənələrimizin geyimləri necə olubdur. Milli geyimlərimizin bu papağımız da bir parçasıdır. ilə kəlağayımız da qadın geyimlərinin bir parçasıdır və biz bundan istifadə etməliyik. Deməklə deyil, halva deməklə ağız şirin olmur. Bir də görürsən, kimsə kəlağay haqqında danışır, ancaq heç kəlağaydan özündə bir əsər əlamət yoxdur. Vəhdət təşkil eləmir. Üç bucaq olunması üçün üç tərəfi də tamamlanmalıdır. Əgər biz kəlağayını təbliğ edirsə, bugün mən istifadə etməsəm bu kəlağaydan, mən hansı haqla deyə bilərəm ki, Azərbaycan xanımları kəlağaydan istifadə edin. Nuray xanım, siz inanırsınız, nə qədər bir də görürsən zəng edirlər ki, sizin o kəlağaydan istəyirəm mən. Və sifariş verirlər, ustaların nömrəsini verirəm, emalatxanalarda onları ustalarla calaşdırıram və hər kəs istədiyini əldə edir. Bizim o dədə-baba kəlağaylar o zamanın tələblərinə uyğun, nənələrin o vaxtki ruhlarına uyğun istehsal olunurdu. Ağzəmin kəlağaylar idi, sadə bir naxış. İndiki maşallah cavanlarımız dəblə uyğunlaşırlar. İndiki kəlağaylar çox belə rəngarəng olur, rəngləri çox olur, butalı olur. Kəlağay ornamentləri sistemində ən qədim yayılmış sistemlərdən biri də nar rəsmidir. Onlardan istifadə olunur, butalardan istifadə olunur. Kim nə istəyir, o naxışını yarada bilirlər kəlağayın üzərində. Əslində bu çox gözəldir və ən gözəli nədir? Bizim bu zəfərimizdən sonra kəlağaylarımızın üzərində artıq xarı bülbül həkk olunur. Bu çox qürur vericidir və şəhid analarına mən istərdim ki, o xarı bülbüllü kəlağaylar hədiyyə olunsun və onlar da görsünlər ki, adicə bir diqqətdir. Onların heç nəyə ehtiyacı yoxdur. O qədər qürurludular, o qədər mərddirlər. Təsəvvür edin ki, o qədər dərdlə, o qədər ağrı ilə, bax bizim tədbirlərdə gəlirlər, iştirak edirlər. Mən heyran qalıram o analara. Bəzən deyirlər, şəhid analarının əllərindən öpürəm, könüllərindən öpürəm, elə də şəhid atalarının, can yoldaşlarının, balalarının, vallahi mən ayaqlarının altından öpürəm. Ona görə ki, onlar gəlib bu vətən, bizim bu bayramlarda, bu tədbirlərdə, bu konsertlərdə o musiqiləri dinləyirlər. Bunun özü vətənə bir sevgidir, bunun özü vətənə bir xidmət və düşmənə bir nifrətdir ki, Mirvarid Dilbazinin bir şeiri var, yazır ki, ağlama gəlinim qızım ağlama, sil gözün yaşını gözüm ağlama, kamanım ağlama, sazım ağlama, dərddən gücüləri dərd aya bilməz. Bəli, Azərbaycan xanımları dərddən güclüdür, ona görə də onları dərd heç vaxt aya bilməz. Elə onların dik duruşu, onların o məğrur baxışı, elə dalğalanan bayraq kimi bizə müqəddəsdir, əzizdir. Kəlağaydan çox danışdıq. İndi mənə çox maraqlıdır ki, muzeyin ziyarətçiləri, həm də xaricilər də olur. Bəli. Onların düşüncələri, onların fikirləri, təəssüratları necə olur? Siz inanırsınız Nuray xanım, o muzeyə gələndə bir rahatlıq var. Kəlağayları ki, belə düzmüşük, yan-yana, rəngbərəng. O rənglər də o qədər diridir ki, təsəvvür edin, mən o sirə məhtəl qalmışam ki, bax, rənglər hər yerdə var. Ancaq kəlağaydakıları rənglər o qədər diridir ki, bu kəlağay nədir əslində? Kəlağayın özü bir təbiətin sərvətidir. Təbiətdən yaranıbdır. Bu kəlağayı istehsalında əgər orada süni nəsə qondarma olsa, yəni bir halallıq olmasa o kəlağayı artıq alınmır. Təsəvvür edin, onun o barama qurdundan, onun toxunuşundan, onun rəngindən, onun boyanmasından, onun naxışlarının bir-bir vurulmasından hamısı əl işləridir. Təbiətin möcüzəsidir. Elə bil canlıdır bu. Ona görə də bunda sir var, sehir var, mehir var, yapışqanlıq var, insanı önə çəkir. Bəzən adam elə gəlir ki, bu kəlağayını örtəndə o çox yaşlı görünəcəkdir. Ancaq sonra özünə ya şəkildən baxanda, ya sonra ekrandan baxanda ki, yəni bu mənəm, yəni bu mənə belə yaraşır və ondan sonra artıq bu kəlağaydan hamı istifadə edir. Yenə deyirəm, rəngləri özünə cəlb edir və kəlağay haqqında danışırsan ki, yəni bu kəlağayı doğrudan da tam təbiidir. İndi qondarma satışlar var kəlağayların, o da indi alver məqsədindən, ancaq düzgün deyil.
Ona görə ki 100 cürə baş örpəyi var, baş örtüyü var, şallar var. Ancaq kəlağayı ayrı mövzudur. Kəlağayı onlarla qarışdırmaq olmaz. Kəlağayı naxışlarıyla deyil. Buta biz artıq özümüzünkiləşdirmişik. Deyirik ki, buta bizə aiddir. Ancaq qədim Hindistanlılar, başqa millətlərin nümayəndələri, hətta mən Gürcüstanda yaşamışam. Gürcülər də butadan istifadə edir. Özbəkistan da, Tacikistan da, türk-dilli dövlətlər də, xaricilər də. Yəni kəlağayı o naxışlarınla deyil, kəlağayı parçasıyla ilk öncə kəlağayı olmalıdır. Kəlağayıda tikiş yeri olmamalıdır. Kəlağayının iki tərəfi də eyni rəngdə olmalıdır. Yəni kəlağayının əsas göstəriciləri budur. Ondan sonra butası da olar, xarı bülbülü də ola bilər, gülləri də, xalları da, naxışları da, yarpaq, qoşa buta, sevgili buta, küsülü buta. Yəni bu naxışlar artıq bu sonranın işin gedişatıdır və bu kəlağayda o qədər proseslər var. 46-cı prosesdə artıq kəlağayı hazır olur. Kəlağayının istehsalını kişilər edir. Ancaq istifadəsi qadınlaradır. Ona görə ki, o qədər çətin proseslər var. Orada qaynama prosesi, rəngləmə prosesi, bunları qadınlar bacarmaz. Yəni bu bizim bu kişilərin düşüncələri bu kəlağaylarda həkk olunubdur. Onda nə də başa düşmək olar ki, əsas kəlağayın üzərindəki naxışlardan daha çox kəlağayın mütləq parça, onun parçası. Yenə deyirəm, butanı bir dona da vura bilərsən, paltara da vura bilərsən, nə bilim, qalstuklarda da, kişi qalstuklarında da hətta buta var. Yəni buta hər yerdə var. Yenə deyirəm, bütün millətlərdə var. Sadəcə biz o qədər biz özümüzünkiləşdirmişik, çox istifadə edirik. Elə bilirik ki, düşüncələrimizdə harda bir buta var, naxışı var şalda, örpəkdə o kəlağayıdır. Yox, kəlağayı ayrı mövzudur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımız, kəlağayı qan-qada yatırdır, nənələrimizin sədaqət örpəyidir, qız gəlinlərimizin qismət örpəyidir, analarımızın sədaqət örpəyidir, sevgi nişanəsidir. Kəlağayıda nələr var? Yəni bunu başqa bir şalla əvəz etsən, örpəklə əvəz etsən o alınmaz. Özü bir sınaqdır. O vaxtı üzr istəyirəm, uşaq olanda uşağı gəlinə kəlağayı verərmişlər. Uşaq doğulanda ananın o kəlağayısına bükərmişlər. Ondan sonra bel ağrıyanda belə bağlayarmışlar. Baş ağrıyanda başa bağlayarmışlar. Hətta bizim o qoca babalarımız yeri gələndə onlar o kəmər yerlərinə kəlağayı bağlayarmış. Müalicəvi əhəmiyyəti var bunun. Qışda soyuqdan qoruyur, gündə günəşdən qoruyur. Yüngüldür, çəkisi 125 qramda təsəvvür edin. Ondan sonra bu toylarda zurnaçılar dəstəsinin qoluna bağlanardı. Ondan sonra toy olanda, nişan olanda darvazalara, qapılara bağlanardı. O vaxtda telefon yox idi. Məsəl üçün Nuraya elçi gəlib, bu gecə Nurayı nişanladılar, behlədilər. Bunu hardan bilsinlər? Qapıya bir kəlağayı bağlayırlar. O kəlağayı da bu böyük kəlağaylardan deyil. Bunların 1/4 törəmə kəlağaylarıdır. Onlara nəmər kəlağaylar deyirlər. Və kəndə səs düşürdü ki, bugün filan kəsin qapısından qırmızı kəlağay asılıb, nəsə bir xeyir iş var. Və kəndə səs düşürdülər ki, deməzsənmi, filan kəsin qızı filan kəsi aldı. İndi ölüm yaşlılara gəlsin, cavanlardan uzaq olsun, deyir ki, ölüm haqdır. Ancaq növcavan ölmək zülümdür. Cavanlarımıza ölüm qismət olmasın. Ölü düşəndə, yas düşəndə həmin o qara kəlağayı bağlayardılar. Və qapıdan keçəndə deyərdilər ki, filan kəsin qapısına yas düşüb. Orada qara kəlağayı asılıb. Və dinmədən hamı o qapıya gedərdi. Gedərdilər ki, orada rəhmətə gedən var. Yəni gör nə qədər bunun əlamətləri var. Yaxşı saz çalanların sazına bağlayardılar, zurnaçılar dəstə. Hədiyyə, ən gözəl hədiyyə kəlağayıdır. Hələ bəzi bölgələrimizdə o qədər kəlağayı asırdılar bəyin boynuna. Bəyin boynuna ağırlıq eləyirdi. Onları dəyişirdilər, sonra yenə kəlağayı. Yəni bu adət-ənənələr qayıtsa yaxşıdır. Düzdür, kəlağayı bahadır deyirik. Ancaq yeri gəlsə hər şey pul tapılır. Mənə elə gəlir ki, hər bir Azərbaycan xanımının kəlağayısı olmaq mütləqdir. Və Azərbaycan kişilərinə elə buradan bir müraciətim var. Azərbaycan xanımlarının hədiyyəsi kəlağayı olsun. Vallah, kəlağayıdan gözəl hədiyyə yoxdur. O sevincdən böyük sevinç yoxdur. Bu başqa sevincdir. Bəs kəlağayda
O qədər danışırız. Artıq mən düşünürəm ki, Kəlağay bir növ üstünlük simvoludur, seçilmə simvoludur. Əlbəttə ki, əlbəttə ki. Bəs bu sizin yaradıcılığınızda yer alıb, yəni Kəlağaya bir şeir həsr eləmisiniz? Deməli, mənim əzizim 26 noyabr Azərbaycan Kəlağayısı günüdür. Biz Mirvarid Dilbazi Poeziya Məclisi olaraq, şəxsən mən Güllü Eldar Tomarlı olaraq istədim ki, bu Kəlağayı günü Kəlağayı bayramı səviyyəsinə qaldıraq. Niyə hər bayram olsun, Kəlağayı bayramı olmasın? O qədər nənələrimizin ruhu sevinər. Və 2019-cu ildə mən onda Aşıq Pəri Məclisində fəaliyyətdə idim və bunu ideya olaraq ortaya qoydum və həmin onda 50 Kəlağayım var idi. Bütün hamını Kəlağaydan istifadə etdi. Şəki kombinatına, Şəki İpək kombinatına müraciət etdik. Oradan bir Kəlağayı gətdilər, oradan qəşəng sərgiləndi. Hamı Kəlağayısını örtüb gəlmişdi və Kəlağayı bayramını gündəmə gətirdik və 26 noyabr Azərbaycan Kəlağayısı günü təkcə Mirvarid Dilbazi Poeziya Məclisi olaraq yox, Respublikamızın hər yerində qeyd olunur. Naxçıvan Muxtar Respublikasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kəlağayı bayramlarını keçirdik. Respublikamızın demək olar ki, bəlkə 30 bölgəsində keçirdik. Ondan sonra Sankt-Peterburqda Rusiya Milli Kitabxanasında 285 nəfərlik tamaşaçısı olan bir zalda Azərbaycanlıların ondan sonra orada qeyri-millətlərin iştirak etməyi və bizim Kəlağayımızın beynəlxalq səviyyədə tanınması çox möhtəşəm idi. Moskvada keçirdik. Yenə də indi Türkiyəni düşünürük. Gürcüstanda keçirdik. İndi görürsünüz ki, yollar bağlıdır. Biz təyyarə ilə yox, Xarici İşlər Nazirliyinin quru yolundan icazəsindən biz keçdik və Gürcüstanın Mirzə Fətəli Axundzadə adına ev muzeyində Tbilisidə orada keçirdik. Marneolda çay evində, Rustavidə. Yəni çox, yəni bacardıqca hələ mənə elə gəlir ki, bu hələ çox azdır və yenə biz bunu dünyaya yaymalıyıq ki, Azərbaycan xanımlarının xanımlığını təsdiq edəcək bir yol varsa o da Kəlağayıdır. Milli geyim hamı geyinə bilir. Bu saat milli geyimlərimizdə artıq o qədər qarma-qarışıqdır ki, bir gün məni Azərbaycan televiziyasına dəvət eləmişlər. Mən də qəşəng bir atlas parçadan geyinib getmişdim. Dedilər, bu milli geyim deyil. Milli geyim bizim qədimliyimizə sökənməlidir. Eskizlə bizim bu milli paltarın peşəkarları var. Gülzadə Abılova var. Və sonra mən ona müraciət elədim. Qəşəng bir ortaq Qarabağ kültürünü təmsil edən bir milli geyim əldə etdim ondan və ondan indi istifadə edirəm. Yəni hər şey düzgün təbliğ olunmalıdır. Hər paltar milli paltar deyil, hər şal Kəlağayı deyil. Milliliyimiz düzgün təbliğ olunmalıdır, poeziyamız düzgün təbliğ olunmalıdır və çox gözəl sual verdiniz ki, yaradıcınızda necə yer alıbdır? Mən ilk dəfə olaraq Kəlağayı şeiri yazdım. Aşıq gözəl Kəlbəcərli, gözəl aşığımızdır. Onu ifa etdi. Necə ifa etdi? Dedim, gözəl xanım, bir Kəlağayı şeir yazmışam. Özdə mən inanın heç vaxt kiməsə ağız açmaram ki, mənim şeirimi oxuyun, mənim şeirimi oxumadınız. Bu qədər aşıqlarla sıx münasibətdəyəm. Özləri hardasa şeir deyəndə, xoşu gələndə onu ifa edərlər. Ancaq gözəl xanıma dedim ki, bunu mən istəyirəm oxuyasan. O da güldü ki, Güllü xanım, Kəlağayıdan da mahnım olar. Ancaq nəsə Allahdan olan kimi oxudu, çox gözəl də alındı və onu bu günə qədər oxunur, sevilir. Yəni dediyim odur ki, biz Kəlağayı ədəbiyyatı yaratdıq, Kəlağayı külliyyatı yaratdıq, kitabları yaratdıq. İlk kitabımız oldu. Bizim Azərbaycan Kəlağayısı minillərin yadigarı, Kəlağayı Əlvan Qeyracı, Anam Kəlağaylı bir muğam idi. Anam Kəlağaydı, Kəlağay anam. O qədər bir hardasa bir 11-ə qədər biz Kəlağayı haqqında kitablar araya ərsəyə gətirdik. Babamın papağı, nənəmin Kəlağayısı və orada məqsədimiz bizim nədir? Orada biz araşdırma apardıq, topladıq, hekayələri yığdıq. Yəni o qədər çətin oldu o bariyerləri aşmaq. Təsəvvür edin ki, bir kitabı oxuyurdun, onun içindən bəlkə bir bənd Kəlağayı haqqında misra tapardın. Ulu Nizamidə də var, sanki bir pəridir, pəri yox bir ay, qəhrəman bir qızdır başda Kəlağay. Dirilik suyudur, gözü qapqara, gecəni qərq edir aytək nurlara. Səməd Vurğun da yazıb, gecənin sarvanı oldu Zoay, anamın örtdüyü sarı Kəlağay. Mirvarid Dilbazi də yazıb ki, məclisə nur saçdı birdən bir günəş, üzü gül, boyu sərv, gözləri atəş.
dövrəyə alan tək buludlar ayı başına salmışdı bir Kəlağayı Məhsəti poemasındandır. Və mən bütün bunları oxudum. Mən də ondan sonra bir təbə gəldim, yazdım. Bini binnət olan binəmdən gəlib. Banu çiçək kimi sənəmdən gəlib. Nənələr nənəsi nənəmdən gəlib. Verər bizə hər murazı Kəlağayı. Gül saçlara birçəklərə yaraşır, gözəllərə göyçəkləri yaraşır, hər gül üzə yanaqlara yaraşır, sevgiyə kökləyər sazı Kəlağay. Yəni şeir çox deyil ki, bəndir məncə desəm yetər. 300-ə qədər təsəvvür edin ki, Kəlağay haqqında şeirlər yazılıb. Nəriman Həsənzadə də yazıb. Anam Kəlağaylı bir muğam idi, muğamda doğmaca öz anam idi. Elə kitabımızın birinin adını ondan götürmüşük. Anam Kəlağaylı bir muğam idi. Ən xoşuma gələn hansıdır? Qazaxda Kəlağay Əlvan Qıyqac adlı tədbir keçirirdik. Barat Vüsal ora şeirlə gəldi. Yazıb ki, vətən torpağının bir hissəsi tək. Onu unutmayam. Gərək ki, mən anam. Mənim gözlərimdə uşaq vaxtları anam Kəlağaydı, Kəlağay anam. Xalqımın müqəddəs adəti çoxdur. Ondan dərs alsın hər doğa gərək. Qızlar tanıyıram, maşallah olsun. Cehiz tanımırlar Kəlağayı tək. Kəlağay deyildir adi bir örtü. Oxumaq istəsək himn olacaqdır. Qızlar, başınıza Kəlağay örtün. Nə arzu desəniz hasil olacaq, nə yuxu görsəniz çin olacaqdır. Gülgün xanım, sözünüzlə, şeirinizlə tamaşaçılarımıza hansı arzular çatdırmaq istərdiniz? Tamaşaçılara arzum budur ki, canları sağ olsun, könülləri xoş olsun, hər zaman yüksək əhval ruhiyyədə olsun, xalqımızın səması aydın olsun, ölkəmizdə əmin-amanlıq olsun, analar bir də ağlamasın. Tofiq Bayram demiş, təkcə toy günündə ağlayaydı kaş analar. Analar övladlarının qədrini bilsin, övladlar atalarının, analarının qədrini bilsin, ayrılıqlar olmasın. Bu arzu elədir ki, gəlişi gözəl sözlər deyil. Deyir o göydəki Allah, uca Allah, onun birini eşitsə bəsdir. Bizim bu diləklərimizin də biri Ulu Tanrıya çatsa bəsdir. Xalqımız xoşbəxt olsun. Gözəllər içində ən gözəl olan sevimli nigardır Azərbaycanım. Torpağı müqəddəs, yurdular olan bir ulu diyardır Azərbaycanım. Eşq ilə dil açan saz havası var. Dahilər kəlamı söz havası var. 4 fəsil içində yaz havası var. Bir şirin nübardır Azərbaycanım. Haqq yoldadır. Zamanı var, vaxtı var. Üzü ağ yığvallı, ağ da baxtı var. Qeyrətdən, namusdan tacı taxtı var. Haqqa havadardır Azərbaycanım. Taleyinə yazılıbdı qisməti, dədələrin haqqa bağlı ülfəti, nənələrin Kəlağaylı isməti. Yar olana yar da Azərbaycanım. Bir şirin nübardır Azərbaycanım. Yaşasın Azərbaycanımız. Yaşasın. Çox sağ olun. Xoş söhbət üçün. Təşəkkür edirəm dəvətiniz üçün. Çox məmnun oldum. Gün TV-nin rəhbərliyinə təşəkkür edirəm. Zəhmət çəkən əməkdaşlarına təşəkkür edirəm. Sizin də yolunuza, yolçuluğunuza, bu müqəddəs yolunuza uğurlar olsun. Çox sağ olun. Daha bir verilişimizin də sonuna çatdıq. Növbəti verilişlərimizdə hansı qonağı görmək istəyirsinizsə, WhatsApp nömrələrinizə yazaraq bildirə bilərsiniz. WhatsApp nömrəmiz 070 737 25 35.